Hər vaxtınız xeyir olsun. Naxçıvan televiziyasının Bakı bürosu Kəlbəcərdədir. Kəlbəcərin işğalından 32 il ötmür. Bunu artıq rahatlıqla deyə bilərik. Məhz bu qələbəni bizə Müzəffər Ali Başkomandan və Azərbaycan ordusunun gücü qazandırıb deməyə əsas verir. Bəli, bura Kəlbəcərin mərkəzidir. Aşağıda bərpa quruculuqla bağlı kadrlarımızı görürsünüz. Artıq bəli, Kəlbəcər işğalçılardan təmizləndikdən sonra 44 günlük Vətən müharibəsinin yekununda bəli, bir güllə atılmadan təhvil verildi Azərbaycana və Azərbaycan artıq öz işlərini layiqincə görür və layiqli köç prosesinə hazırlaşır. Və bura isə tamaşaçıların diqqətini çəkmək istəyirəm. Məhz bura təbii ki, buna ev demək mümkün deyil, amma vaxtilə kiminsə yuvası, evi olub. Bu kimi tikililər, sökülülər ətrafda çoxdur. İşğaldan azad olunmuş ərazilərin hər qarışında rast gəlmək mümkündür. Amma mən istəyərdim ki, məhz bir Kəlbəcərlinin evinə, yurduna, yuvasına bir qonaq olaq. Baxaq görək içəridə bizi nə qarşılayır. Bəli, operatorumuz Elşaddan xahiş edəcəm gəlsin. Bəlkə də 1992-ci il, yəni 32 il əvvəl aprel ayında Azərbaycanlılar, Kəlbəcərlilər öz yurdlarından didərgin salınarkən məhz bu evdə xatirələrini, ruhlarını qoyub gediblər və burada nə görmək mümkündür? Yəni müşahidələrimiz isə real kadrlar əsasında çatdırmaq istəyirəm. Baxın, burada yəni bir Kəlbəcərli ailəsinin qabı, qaşığı yəni qalıbdır və bəlkə də məhz bu çaydanda isti qaynar sularını qoyub gediblər. Yəni, hətta belə deyək ki, bilirik ki, biz Xocalı faciəsini bilirik, Qarabağda insanların başına gətirilən oyunları bilirik və biz çox təəssüf hissi ilə demək istəyirik ki, 30 ildən artıq məhz bu yurd, yuva, Azərbaycanın əzəli torpaqları, sakinlərin öz yurdları ermənilərin işğalında oldu və məhz bu cür mənzərəni, bu cür oyunu Azərbaycan xalqının başına gətirdilər. Artıq biz təbii ki, işğaldan cümləmin əvvəlində, canlı yayımın əvvəlində bir ifadə işlətdim ki, artıq Kəlbəcərin işğalından 32 il ötmür. Ona görə ki, artıq biz qələbədən danışırıq, amma qələbədən danışarkən ətrafda müşahidələr o qədər dəhşətlidir ki, yəni burada qaz sobası, insanların bir sözlə, yəni məişət texnikaları, evi, avadanlığı, hər bir şey qalıb və üstündən 30 ildən artıq vaxt keçib və artıq gördüyünüz kimi evin içərisi ağaclar, kollarla dolub. Bəli, artıq məhz bu günlər geridə qalır, baxmayaraq ki, ermənilər Azərbaycan xalqının başına belə bir oyun gətirdilər. Bunları unutmaq olmaz, amma məhz bir tərəfdən də Azərbaycan hökuməti öz vətəndaşı üçün aşağıda indi operatorumuz göstərəcək, məhz yaşayış kompleksi inşa edir ki, həmin yaşayış komplekslərinə də demək olar ki, çox qısa bir zamanda Kəlbəcərlilər qayıdacaqlar. Kəlbəcərlə yanaşı digər Qarabağ və Şərqi Zəngəzur regionunun sakinləri təbii ki, öz yurdlarına qayıdacaqlar. Burada inzibati binalar da tikiləcək və məktəb, xəstəxana, digər lazımi infrastrukturlar da kənd sakinləri üçün, şəhər sakinləri üçün qurulacaq. Bəli, biz qeyd elədiyimiz kimi Kəlbəcərin işğal günü ilə əlaqədar bura ezam gəlmişik və biz burada həm də bugün Azərbaycan dövlətinin siyasətini humanitar belə deyək ki, yaratdığı vəziyyəti göstərməyə çalışırıq. Çünki yəni, ətrafda müşahidə edərkən iki hal insanı belə deyək ki, düşündürür. Bir tərəfdən Ermənistanın buranı işğal etdikdən sonra yəni, siyasəti artıq göz qabağındadır kadrlar və Azərbaycanın işğalçılardan erməniləri yəni, buradan təmizlədikdən sonra göstərdiyi, ortaya çıxartdığı siyasət də məhz budur. Quruculuq, bərpa və insanların sülh şəraitində yaşaması. Bəli, Kəlbəcərdəyik və buradan geniş material, reportaj da hazırlayırıq ki, gün ərzində tamaşaçıların diqqətinə çatdıracağıq. Təbii ki, sözlərimiz çoxdur, ürəyimiz doludur, amma yəni, növbəti efirlər üçün də müəyyən qədər kadrlar çəkib göstərəcəyik. Hələ ki, bizdən bu qədər. Söz xəbər mərkəzində.